ekskluziv bir dənə məhsul gətirmişəm. Çox qəşəng bir şey. Deməli nə işə yarayır göstərəcəm. Qulaq, burun, boğaz təmizliyi üçün bax belə bir xüsusi kameradır. Deməli gördüyünüz kimi öz içərisində monitoru var. Açdınız, avtomatik olaraq açılır. Bax bu kamera da endoskopik. Bax görürsüz. Deməli bax qulağa daxil olursunuz. Qulağın içərisində gördüyünüz kirləri filan yavaş-yavaş təmizləyib istifadə eləyə bilərsiniz. Mən qulağımın içərisində çox getməyim. Deməli, bax bunun əvvəl bax belə bir başlığı da var. Bunu çıxartdınız. Belə bir başlığı var. Bunu taxırsınız bu hissəyə. Bunun bax bu uc hissəsi görürsüz qarmaqdır. Həkimlər bunu daha çox bilirlər. Orada içəridə bərkimiş kir filan belə bir şeylər varsa onları təmizləmək üçün. Sonra bu nədir, nə işə yarayır bilmirəm. Bunu rəylərdə yazarsınız bu nə üçündür. Belə bir şey var içərisində. Sonra bir də belə bir şey var. Bu qulaq ucluğu olan rezinləridir gördüyünüz kimi. Düzdür, bunlar silikondur. Spirtlənib, silinib, yenidən istifadə olunur. Yəni korlansa içərisində yəni xeyli sayı var da. O zaman da istifadə eləmək olur. Belə bir möhtəşəm bir şeydir. Kim istəsə mağazamızdan əldə edə bilər. Üstəlik mikrokartda gedir. Bu da menüsü var. Menüsuna daxil olub istifadə edə bilərsiniz. Yəni menü dilini dəyişmək, içərisində çəkdiyiniz şəkillər, videolara baxmaq üçün.